Belə olmaz, eyvallah, belə olmaz. 12 yaşında biri, 7 yaşında birinə necə 19 bıçaq vura bilər axı? Necə? Nə baş verir ümumiyyətlə? Dünən bu xəbəri eşidəndə inan ki, şok oldum. Təsəvvür edilməsi belə adamı dəli eləyir. Bu gənclik belə hara gedir? Bu birinci fakt deyil. Son dönəmlər bu cür hadisələrin sayı durmadan artır. Balaca uşaqlar niyə bu qədər qəddarlaşsın ki? Biz bu yaşda həyətdə nə bilim gizlənpac, 7 şüşə, nə bilim, bənövşə oynayırdıq. İndiki uşaqlar isə bıçaqla, silahla oynayır. Bu gün də bir məlumat çıxdı ki, bəs 10-cu sinif şagirdi müəllimi güllələyib. Əşi bu Epstein-dir, nədir? Bunu qoyun bir kənara. Əsl faciə hazırda uşaqlar, gənclərimiz arasında yaşanır. Sürətlə azğın və mərhəmətsiz olmağa başlamışıq. Valideynlər övladlarına nəzarəti gücləndirməlidir. Gənclərimiz gecə-gündüz əlinə alıb telefonu sosial şəbəkələrdə nəyə baxsalar yaxşıdır. Yaxşı oğlan, pis oğlan, nə bilim lotu, oğru, meyxana və bu tipli videolara. Nəticədə təfəkkürümüz bax beləcə korlanır. Uşaq tərbiyəni işlətdiyi telefondan yox, valideyndən, cəmiyyətdən almalıdır. Almadığına görə belə olur. Ətrafına baxır, görür hamı belə videolara baxır, belə söhbətlər aparır, özünü belə aparır. Bu uşaq nə etməlidir? Bəli, təcrid olmasın deyə özünü ətrafa uyğun adaptasiya etməlidir. Gəncliyimiz gözümüz görə-görə məhv olur əzizləyicilər. Bunda ən böyük məsuliyyət valideyn üzərinə düşür. Bu artan aqressiyanın səbəbi araşdırmalı, həll yollarını tapmalıdırlar. Nə qədər ki gec deyil. Sonra inanın başımıza döyə-döyə qalacağıq. Özünüzdən müğayət olun.